Salam əzizləyicilər, hər birinizi xoş gördük. Siz Azərbaycan ilk internet televizyon kanalı üçün canlı yayımında açıq sual verilişini izləyirsiniz. Həmişə olduğu kimi sizinlə də mən Ruslan İzzətdir. Bu dəfəki verilişimizdə SSR banklarında qalan əmanətlər və onların qaytarılmasında suni əngəllər. Bu mövzunu müzakirə edəcəyik qonaqlarımla. Qonaqlarım isə vəkil Elçin Namazov, Respublikası Alternativlər Hərəkatının həm təsisçisi, iqtisadçı Natiq Cəfərli. Xoş gördük hər birinizi. Hər birinizə ilk sualım bu cür olsun. SSR bankına qaytaran əmanətlər həqiqətən şəffaf qaytarılırmı və problemlər nədir qaytarılması yönündə? Buyurun və biriniz. Buyurun. Aslında qaytarılır demək biraz tezdir. Çünki verilmiş fərmanın özündə də qeyd olunur ki, əmanətlərin qaytarılmasına hələ səhv eləmirəmsə iyul aylarından başlanacaq və 6 aylıq bir dövrü əhatə eləyəcək. Amma şəffaflıq məsələsinə gəlincə, ümumiyyətlə bu məsələdə ciddi nəzarət olmasa təbii ki, şəffaflıq olmayacağını düşünmək olur. Çünki siz burada bir neçə məqam var ki, onları qeyd eləmək vacib hesab edirəm. Bunlardan ən başlıcası odur ki, əmanəti SSR əmanət bankına vəsaitlərin qoymuş insanların böyük əksəriyyəti yaşlı nəslin nümayəndələridir və onların da demək olar ki, bəlkə də bir qismi artıq həyatda yoxdur. Bu baxımdan bundan başqa digər bir məqamı qeyd eləmək istəyirəm. Bu da ondan ibarətdir ki, bildiyiniz kimi 1992-ci il yanvar ayının 1-nə qədər qoyulmuş əmanətlərdən gedir söhbət və artıq həmin əmanətlərin sonuncu tarixindən bu günə 20 ildən artıq vaxt ödür. Yəni, bu müddət ərzində də vətəndaşların sənədlərinin itməsi və s. kimi halların yəqin ki, çox tez-tez rast gəlinəcək və bir növ belə deyək, burada normal nəzarət həyata keçirilməsə, istər dövlət tərəfindən, istərsə də bu sahə ilə məşğul olan ictimai təşkilatlar tərəfindən normal nəzarət olmasa, hesab edirəm ki, mənimsəmə üçün çox gözəl fürsət olacaq. Ümumiyyətlə, Azərbaycan reallığında şəffaflıqdan danışmaq biraz düzgün deyil. Çünki hansı sahədə şəffaflıq var ki, bu sahədə də müəyyən şəffaflıq olsun. Amma ümumiyyətlə, fərmanın özünə və mexanizmlərə gəldikdə, bir neçə, baxmayaraq ki, fərman təzə verilib, artıq hökumət tərəfindən və hökumətə yaxın iqtisadçılar tərəfindən, çevrələr tərəfindən bir neçə mif yaradılıb. Bu miflərdən biri budur ki, Azərbaycan başqa MDB respublikalarına görə ən yaxşı sərfəli şərtlərlə bu əmanətləri qaytaran ikinci ölkə olacaq. Tamamilə yanlış və mif bir məlumatdır. Çünki əgər tarixə nəzər salsaq, ən yaxşı bu əmanətlərin qaytarılması prosesini Pribaltika respublikaları həyata keçirdi və onlar SSR dağılan kimi bu prosesə başladılar və çox gözəl, düşünülmüş bir mexanizmlə bunu həyata keçirdilər. SSR-dən qalma obyektlərin özəlləşdirilməsinə, şəffaf şəkildə özəlləşdirilməsinə getdilər və alınan vəsaitin böyük bir hissəsini həmin əmanətlərin qaytarılmasına sərf etdilər və çox yüksək kursla da, çox mübadilə kursu ilə də həmin o əmanətləri qaytardılar. Amma digər tərəfdən, başqa respublikalar bizdən qat-qat əvvəl, bir neçə il öncə, 90-cı illərdə əsasən qaytarmağa başladılar və əgər indiki kursla, Azərbaycanın indiki qaytardığı kursla həmin kurs eyni olsa belə, o vaxt dolların alıcılıq qabiliyyətinin, ümumiyyətlə pulun alıcılıq qabiliyyətinin daha yüksək olduğunu nəzərə alaraq, inflyasiyanın indikindən daha az səviyyədə, yəni dollar inflyasiyasından gedir söhbət, daha aşağı səviyyəsində olduğunu nəzərə alaraq, o vaxt qaytarılan vəsaitin alıcılıq qabiliyyəti çox yüksək idi bugünə nisbətən. Və bu miflərin yaradılmasında hökumət maraqlıdır, çünki
belə bir miflər, sözlər deməklə və belə bir şərait yaratmaqla Azərbaycanda bu əmanətlərin qaytarılmasının çox böyük bir uğur olduğunu və daha başqa respublikalara, keçmiş Sovet respublikalarına nisbətən daha uğurlu bir modellə qaytarılmasını sübut etmək niyyəti güdür. Amma dediyim kimi bu heç də belə deyil və gətirildiyim faktlar da onu göstərir ki, Azərbaycanın bugün qəbul etdiyi və prezidentin fərmanı ilə qəbul olunmuş bu mexanizm sonunacan işlənilməyib, düşünülməyib və ən əsası isə bu da heç bir ekspert çevrələri ilə, cəmiyyətlə heç bir müzakirələr aparılmadan, başqa fikirlərin alınmadan hökumətin bir günün içində, yəni bir özünün qəbul elədiyi bir qərardır. Bu onu göstərir ki, Azərbaycan hökuməti bugünəcən də sivil toplumla, ictimaiyyətlə, ekspert qrupları ilə hər hansı bir məsələnin müzakirəsində maraqlı deyil, hətta buna lüzum belə görmür. Əgər belə bir müzakirələr olsaydı, bu əmanətlərin qaytarılmasının çox müxtəlif yolları var və çox vətəndaşlar üçün, insanlar üçün, hansılar ki 20 ildir bu əmanətlərə ümid bağlayıb yaşayan insanlar var idi. Həmkarım da dəqiq qeyd elədi ki, bəziləri həyatdan da köçüb hətta. Bu insanlar üçün daha gözəl bir, normal bir mexanizm fikirləşib tapmaq olardı. Çünki dediyim kimi bunun çoxlu yolları var. Söhbət əsnasında bir neçə yola toxunmaq olar. Bir şeyi mən çox üzrəm qeyd eləmək istəyirəm. Yəni Natiq bəyin fikirlərinin davamı olaraq həqiqətən də Natiq bəy qeyd elədiyi məqam hətta əmanətlərin qaytarılması barədə prezidentin məlum fərmanına da sirayət eləyib və fərmanın mətni ilə yəqin ki tanış olanda siz də rast gəlmisiniz buna. Burada xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Respublikası, Azərbaycan SSR həmin banca qoyulmuş vəsaitlərin geri qaytarılacağı kimi bir öhdəlik götürməyib. Və belə bu şəkildə izah olunur ki, güya yəni Azərbaycan xalqına bir qayğının, hökumətin bir qayğısının nəticəsidir ki, yəni heç bir öhdəliyi olmadığı halda bu vəsaiti geri qaytarır. Və mən mətbuatdan oxuduğuma görə prezident milyonlarla pulu Milli Məclisdə və büdcədə müzakirə etmədən sərəncam verir. Hüquqi cədvəlçi bəy, ixtiyar çatır prezident birbaşa büdcədən bu qədər pula imza atsın qaytarılmasına? Yəni məsləhətləşmədən Nazirlər Kabineti büdcə komitəsi və Milli Məclisinə. Əslində bu hər halda Natiq bəyin sahəsidir, amma bir şey qeyd eləmək istəyirəm ki, ümumiyyətlə bunun mexanizmi çox əvvəldən formalaşdırılıb, hazırlanıb və bildiyiniz kimi hər il dövlət büdcəsindən müəyyən bir məbləğ vəsait prezidentin ehtiyat fondu üçün ayrılır və prezident o fonda dair qərar verməkdə sərbəstdir. Yəni adətən prezident təqaüdlərinin təsis olunmasında istifadə olunur, yaxud digər xərclərdə istifadə olunur. Bu baxımdan təbii, yəni qanunverici əsası var. Amma belə, yəni ümumən götürsək, mən bunun tərəfdarı deyildim və mən düşünürdüm ki, Milli Məclis tərəfindən bu qərarın Milli Məclis tərəfindən hər hansı bir qanunvericilik səviyyəsində, qanunvericilik aktı formasında verilməsi daha yaxşı olardı. Çünki Milli Məclis üzvlərinin bir növ o seçici qarşısında bir öhdəlikləri də var. Növbəti seçkilərdə demək üçün bəzən istifadə edirlər, yaxud xalqla çox yaxın təmasdadırlar. Bir nəfərin iradəsinə bağlamaq məncə, yəni mən mənəvi baxımdan hesab edirəm ki, düzgün deyil, amma yenə də qeyd edirəm ki, qanunvericilik baxımından buna imkan var. Natiq bəy, bu suala da cavab verərsiniz, yəni prezidentin səlahiyyəti çatdırma büdcədən vermək. Bir də bir sualım var, Tayfunun sualı deyil. Bu Samir Şərifov, Maliyyə Naziri bildirmişdi ki, bu prezidentin sizə bir hədiyyəsidir. Nə bir fikrimi biraz çatışır? Əvvəl ondan sonuncu sualınızdan başlayaq. Samir Şərifovun bu sözü mən nə bilim başqa tapa bilmirəm. Çox güman ki, hakimiyyətə xoş getmək üçün deyilmiş sözdür. Çünki tamamilə absurd bir cümlə qurulub. Çünki bu xalq, bu millət büdcənin formalaşmasında ölkədə həm təbii resursların yiyəsi konstitusiyaya görə xalqa məxsusdur, həm də büdcənin formalaşmasında birbaşa xalqın iştirakı ilə verdiyi vergilərlə büdcə formalaşır. Bizdə krallıq deyil, heç olmasa de jure krallıq deyil hələlik. Yəni, krallıq olmadığına görə bu bir nəfərin iradəsinə bağlamaq və onun bunun lütfüne ətf eləmək, bu çox düzgün olmayan və insanın ləyaqətini aşağılayan bir bəyanatdır. Mən bunu şiddətlə qarşısı çıxıram.
Birinci suala gəldikdə isə əlbəttə ki, prezidentin səlahiyyəti var büdcədən hər hansı bir formada maliyyə vəsaitlərinin ayrılmasına. Amma Elçin müəllim də düzgün qeyd elədi ki, əgər bunu deputatlar eləsəydilər, bu deputatların nüfuzunun qalxmasına xidmət edə bilərdi. Həm də öz seçiciləri qarşısında, həm xalq qarşısında, həm də gündəlik təmas qurulan insanlar qarşısında. Və bu sistem elə qurulub ki, bir nəfərdən başqa digər şəxslərin nüfuzunun qalxması bu sistemin duasına, bu sistemin oyun qaydalarına ziddir və hər şeyin bir nəfərdən asılı olduğunu və ancaq onun verəcəyi qərarlarla bütün məsələlərin həll edəcəyini bir daha insanlara sübut etmək üçün və bu addım atıldı və prezidentin fərmanı ilə qanun başqa respublikalar, demək olar ki, yox, hələ hamısında digər Sovet respublikalarının bu qanun şəklində qəbul olundu və sonradan icra olundu. İlk dəfə idi ki, prezident sərəncamı ilə Azərbaycanda icra olunur. Bu da birbaşa prezidentin nüfuzunun artırılmasına xidmət edən addım mən hesab edirəm. Bundan əlavə xatırladıram ki, gələn il həm də prezident seçkiləridir ölkədə 2013-cü il və çox güman ki, bu argument və 2013-cü il ərzində də bu vəsaitlərin qaytarılması prosesi baş verəcək. Çünki iyunun 1-dən müraciətlər olunmağa başlayacaq. Sonradan isə vəsaitlərin qaytarılması gələn dekabrına qədər. Bəli, 2013-cü ilin dekabrın 31-nəcən əmanətlər qaytarılacaq və çox güman ki, iyunun 1-dən dekabracan, bu ilin dekabrınacan müraciətlər qəbul olunacaq və qaytarılmanın çox böyük bir hissəsi 2013-cü ildə həyata keçiriləcək ki, bu da seçki ilidir və təbii prezidentin seçkilərdə çox güman ki, iştirak eləyəcək və bu seçkilərdə iştirak eləməyin əlavə bir argumenti, bir kozur kimi istifadə eləməyə çalışacaq hakimiyyət və çox güman ki, bunu da edəcək. Amma nəzərə almaq lazımdır ki, ölkənin büdcəsinin formalaşmasında da və hakimiyyətin mənbəyi xalq olduğu kimi büdcənin formalaşmasında da əsas rolu oynayan neft və qazın birbaşa sahibi konstitusiyaya görə milli sərvətlər xalqa məxsusdur və Azərbaycanda xüsusi şirkətlər də yoxdur. Rusiyada olan kimi, məsələn ki, qaz və neft sahəsində xüsusi şirkətlər yoxdur ki, onların vergilərindən formalaşsın. Azərbaycanda bir dövlət neft şirkəti var ki, hansı ki, əgər hüquqi cəhətdən bunu araşdırsaq, xalqa məxsusdur, yəni resurslar xalqa məxsus olduğuna görə. Bir də beynəlxalq əməliyyat şirkəti var ki, o da çıxarılan neftin 20%-ni əməliyyat xərclərinə və cari xərclərə görə özünə saxlayır 2008-ci ilin avqustun 1-dən və 80%-i isə Azərbaycan dövlətinə verir. Bu, Azərbaycan hakimiyyətinin, Azərbaycan prezidentinin insanlara lütfü deyil, bu insanlara qanunu qaytarılacaq haqdır. Mən düşünürəm ki, həm də bu Maliyyə Nazirinin belə çıxış eləməyi çox məsuliyyətsiz çıxış idi. Burada bir şeyi də qeyd etmək istəyirəm. Yenə Natiq bəyin fikirlərinin davamı kimi bir məsələni xüsusi nəzərə almaq lazımdır. Təbii ki, əmanətlərin qaytarılmasının məhz seçki ilindən az əvvələ təsadüf olması, həm də seçkilərlə bağlı artıq Azərbaycana təzyiqlərin güclənməsi, Avropa Məhkəməsində artıq davamlı seçki ilə bağlı məsələlərinə aid qərarların çıxarılması ilə bir dövrə təsadüf olunması həqiqətən də onu göstərir ki, doğrudan məqsəd burada 2013-cü prezident seçkiləridir. Amma biz məncə bir məsələyə də diqqət yetirməliyik. Bəs hakimiyyət bu addımı atmaqla istədiyi nəticəni əldə edə biləcəkmi? Biz bugün cəmiyyətdə tez-tez rastlaşırıq məhz həmin fərmanın şamil olduğu şəxslərlə, yaxud kütləvi şəkildə də artıq mən bildiyimə görə artıq var. İnsanlar çox narazıdır. Bu hesablamanın həddən artıq aşağı səviyyədə olmasından çox narazılıq edirlər. 3-5 qəpik hesablanır, səhv etmirəmsə. Mən o mexanizm barəsində məlumat verirəm. Yəni bu mən hesab edirəm ki, hakimiyyət qarşısına qoyduğu məqsədə bu fərmandan qətiyyən nail ola bilmir. Əksinə insanların çox azığına, çox qıcıqla qarşılayırlar bu məsələni. Çünki bilirsiniz, bu fərmanla artıq o pulların normal şəkildə nə vaxtsa vətəndaşa qaytarılmağı ehtimalı artıq aradan qalxır. Təsəvvür edin ki, 2013-cü ildə bir demokratik qüvvə Azərbaycanda hakimiyyətə gələrdi və həmin vəsaiti daha yaxşı şərtlərlə, daha yüksək məbləğlə geri qaytara bilərdi. Artıq bu imkanı vətəndaşlarımız itirirlər. İndi belə deyək, məsələn, 10.000 rubl vaxtı ilə qoyan şəxs 10.000 rubla bir çox deməli, əmlak da əldə eləmək olardı, avtomobillər əldə eləmək olardı.
bu gün 10 min rubla 1000 manat pul verilir. Bu 1000 manatla belə deyək, Bakı şəhərində normal yerdə 3 otaqlı mənzilin kirayə haqqıdır bu. Yəni bu mən hesab edirəm ki, yəni qarşıya qoyduqları məqsədə bu baxımdan nail ola bilmirlər. Üzr istəyirəm, elə bir sual yarandı. Dediniz ki, demokratik bir hakimiyyət olarsa pullar qaytarırlar. Bax, bizim siyasi partiyalar üçün çox gözəl bir şans yaranır mənim fikrimcə. Bir təqdim etmək olmaz bir platforma ki, əgər biz gələriksə bu cür qaytararıq, bu mexanizmdən qaytararıq və insanlara bir inam yaranar. Sizcə varmı? Bəs siz də verərsiniz, siz də realda təmsil olsunuz, bir ictimai siyasi təşkilatda təmsil olsunuz. Varmı belə bir proqram? Mən ümumiyyətlə, biz təbii ki, bu fərman çıxdıqdan sonra bizim idarə heyətinin üzvləri ilə bunun müzakirəsi olmuşdur və bu müzakirələr zamanı bir neçə mexanizmlərin olacağı və daha ağıllı bir mexanizmlərin tapılmasının biz müzakirə etmişdik öz aramızda. Söhbət ondan gedir ki, hökumətin bugün təqdim etdiyi layihə, əgər o layihənin mahiyyətinə baxsaq, 500 manata 1 qəpik hesablanır və bu 75 manat kimi, 500 rubla 75 manat bu 3000-əcən olan əmanətlərdir də. Yəni təsəvvür eləyin ki, 3000-əcən olan əmanətlər 500 manatı 75 manatla qaytaracaqlar. Məbləğ artdıqca o qaytarılan məbləğ də azalır. Hətta bu azmış kimi 2 gün bundan öncə Maliyyə Nazirliyi belə bir bəyanat verdi ki, bir insanın adına bir neçə əmanət kitabçası varsa, bu əmanətlər də toplanıb bir yerdə qaytarılacaq. Üzrə, ən böyük narazılıq ondan yaranır ki, məsələn, bir insanın 5 kartı var. Yəni o vəsiqəsi. Və onlar bir yerdə hesablanır, bu ən böyük bir narazılıq. Bəli. Çünki o vaxt çox doğrudan da belə övladının öz adına... Yox, övladının adına şamil olunmur. Ancaq şəxsin öz adına olunur. Amma o vaxt necə idi? O vaxt bilirsiniz ki, insanlar çox böyük məbləğdə pulu banka qoymaqdan qorxurdular. O vaxt ABX var idi və nəzarət var idi və ona görə də çox kiçik məbləğlərlə bir neçə karta, bir neçə kitabçaya qoymağı tərcih edirdilər ki, məsələn 10 min hətta pulu var idisə, bunu 2000 bir neçə kitabçaya qoyurdular. Bu nəzər daha az cəlb edirdi. Və orqanlar həmin insanlarla daha az maraqlanırdılar, belə desək. Və həmin insanlar, bu insanların sayı çox güman ki, yüzlərlədir. Belə kiçik məbləğləri öz adlarına qoyublar, bir nəfərin adına qoyublar. İndi isə yeni uyğulamaya görə həmin məbləğlər toplanacaq. Və insanın 5 kitabçası var idisə, hərəsində 2000 pul var idisə, bu hər 2000-ə təqribən 300 manat pul almalı idi. Bu 5 kitabçaya almalı idi 1500 manat. İndi isə alacaq 10 mini hesablayacaqlar, Elçin müəllim də dediyi kimi 1000 manat alacaq. Deməli 500 manat onsuz da az olan məbləğdən daha da itirəcək, yəni insan, vətəndaş. Bu nəyə dəlalət edir? Bilirsiniz, burada iqtisadi məsələdən çox, biz təşkilat daxilində müzakirələrdə də bunu mən qeyd eləmişdim. Bilirsiniz, Azərbaycan bu fərmanı verəndə bir neçə mexanizmlər deyil, bayaq da qeyd etdiyim kimi mümkün idi. Ən yaxşı mexanizmlərdən biri dövlətin əlində olan çox güclü resurslar var və onların özəlləşdirməsi yolu ilə bu həm iqtisadiyyatın liberallaşmasına xidmət elərdi və yeni oyuncuların, yeni şəxsi mülkiyyətə marağın olmasına yaradardı və Azərenerji kimi misal üçün və yaxud da Azərsu kimi iri şirkətlərin, hansı ki rəsmi rəqəmlərə görə onlar zərərlə işləyən müəssisələrdir. Halbuki dövlət büdcəsindən 100 milyonlarla pul gedir həmin şirkətlərə. Və bütün bu tipli şirkətlərin müəyyən bölmələrini, müəyyən qollarını özəlləşdirmə yolu ilə fərraca çıxarmaq olardı və pulun, insanların əmanətlərinin bir qismini həmin şirkətlərin səhmləri şəklində qaytarmaq olardı. Bu, sonradan isə insanlar istəyərkən o səhmi sata da bilərdilər, istəsəydilər saxlayıb əlavə dividend də götürə bilərdilər. Bu yolla da liberal iqtisadiyyatın canlanmasına, bazar iqtisadiyyatının canlanmasına xidmət elərdi. Yəni, bu yollardan biri də budur. Yəni. Amma Azərbaycan hökumətinin bu dərdi yoxdur. Azərbaycan hökuməti iqtisadiyyatın canlanması kimi, iqtisadiyyatda bazar iqtisadi rəqabətli bir mühitin yaradılması kimi bir dərdi yoxdur və bunu etmək istəmir. Bunun da kökündə siyasi əlbəttə ki, problemlər durur. Bir iqtisadçı olmağıma baxmayaraq, həm də bir siyasi təşkilatın həm təsisçisi kimi, həm də bir vətəndaş kimi çox təəssüf ki, biz iqtisadi problemlərdən danışarkən də siyasi motivləri kənara ata bilmirik. Və nəyə görə bir çox insanlar sual verir ki, Azərbaycanın milyardlarla pulu var. Təqribən 42 milyarda yaxın bizim valyuta rezervlərimiz var və ildən ilə hələ ki artır. Nəyə görə bu hökumət bu çoxlu valyuta rezervləri olan bir müddətdə
daha artıq kursla bu əmanətləri qaytarmır? Bu sualın çox sadə cavabı var məncə, şəxsən mənim anlamam. Düzdür, bəzi ekspertlər deyirlər ki, və hökumət yönlü insanlar da bunu deyirlər ki, çox yüksək kursla qaytarsaq inflyasiya artar ölkədə. Bu da tamamilə cəfəng bir şeydir. Çünki bunu 1 il ərzində yox, 3 il ərzində qaytarmaq olar, böyük bir sürəyə yaymaq olar və inflyasiyanın heç bir etkisi olmaz. Bunlar deyir ki, müəllimlərin əmək haqqını qaldırmır. Bəli, halbuki inflyasiya yaradan səbəblər ölkədə çox ciddi iki səbəb var. Biri korrupsiyadır, biri də inhisarçılıqdır. Qiymətlərin qalxmasına, inflyasiyanın yüksək həddə olmasının iki əsas səbəbi var. Bu iki səbəb aradan qaldırılsa, inandırım sizi, maaşların qalxması heç də inflyasiyaya, qiymətlərin artımına ciddi təsir göstərə bilməz. Bu, yəni, yenə dediyim kimi, siyasi səbəb ondan ibarətdir ki, seçki yolu ilə dəyişən və yaxud da seçki yolu ilə hakimiyyətə gələn hökumətlər belə bir şansdan həmişə istifadə edirlər ki, yaxşı, daha seçicinin gözünün qarşısında daha artıq xal qazanmaq üçün, gələcək seçkilərdə udmaq üçün müəyyən addımlar, hətta populist olan addımlarda, sözün yaxşı mənasında, hətta demək olar ki, populist olan addımlar da atırlar. Amma Azərbaycan hökumətinin belə bir dərdi yoxdur. Çünki seçkilər 20 ildir saxtalaşdırılır. Bundan sonra da saxtalaşdırma yolunu düşünən hakimiyyət və vətəndaşların səslərinin qazanmasına, rəğbətinin qazanmağında ehtiyac görmür. Dünyanın bütün ölkələrində hökumətlər ölkə vətəndaşları ilə iki kanalla çox ciddi təmas qururlar və iki bazis üzərində qurulur. Biri seçkilərdir və səs davasıdır, sözün yaxşı mənasında hökumətlər və yaxud da müxalifət səs uğrunda vuruşur. İkincisi isə vergilərdir. Azərbaycan hökumətində bu kanalların ikisi də 2000-ci ildən sonra tamamilə dağıldı. Çünki 2000-ci ilə qədər heç olmasa bizim vergilərimizlə müəyyən dərəcədə formalaşırdı büdcə. İndi isə büdcənin təqribən 74% birbaşa neft fondundan maliyyələşir. Təqribən 15% isə neft və neftdən asılı olan sahələrdən gələn gəlir vergisidir. Təqribən 90%, yəni ölkədə olan hər 10 manatdan 9 manatını neft və qaz sektoru verirsə, hakimiyyətin nə iqtisadi canlandırıb, artıq vergi toplayıb, büdcəni artırmaq dərdi yoxdur. Çünki bilir ki, neft fondu var, oradan gələn gəlirlərlə büdcəni hər vaxt artıra bilər. Vətəndaşın vergisinə də ehtiyacı yoxdur. Çünki böyük bir çox cüzi bir rəqəm alınır. Bizim hamımızın bir yerdə bütün 9 milyonluq əhalinin verdiyi vergilərin büdcədə payı 7,5%-dir. Çox biabırçı rəqəmdir. Təxminən nə qədər pul edir bu? İndiki büdcəni götürsək təqribən heç 1 milyard eləmir. Yəni 18 milyardlıq, 18,5 milyardlıq büdcədə heç 1 milyard bizim verdiyimiz vergilər deyil. Yəni bizim fiziki şəxs kimi işləyən gəlir vergisindən söhbət gedir ya da 4%li vergidən söhbət. Yəni heç 7,5%-dir yəni. Çox cüzi bir rəqəmdir. Hökumətin buna ehtiyacı da yoxdur ki, iqtisadiyyat canlansın, liberallaşsın, azad rəqabət yaransın və vergilər artsın, təbii büdcəsi də artsın. Büdcəni neftdən formalaşdıran hökumət səsi də saxtalaşdırma yolu ilə əldə etdiyinə görə cəmaatla, insanlarla, vətəndaşlarla təmasda bu iki ana xətt, iki ana təməl xətt, hansı ki, dünyanın bütün sivil ölkələrində mümkündür, kəsilib atılıb. Və buna görə də bu tipli fərmanların verilməsində də daha çox insanların nə düşündüyünü, səhərsi gün bu fərmandan Elçin mənim də dediyi kimi acıqlanıb, əksinə mənə səs verməyə bilər, acığına gələ bilər. 20 ildir mən bunu gözlətdirmişəm bu vətəndaşı. O vaxt 10.000 rublə bu saxlayırdı ki, evladına toy eləyib ev alacaq. 10.000 rublə ev düşürdü, 2 dənə maşın düşürdü. Yəni bütün bu düşüncə ilə yaşayan insana birdən-birə sən 1000 manat verirsən, hansı ki o 1000 manatı yaxşı 2 dəfə gedib, 3 dəfə gedib, yaxşı bazarlıq eləsə, evə 1-2 dənə əşya alsa, tamamilə bir ayın içində xərclənib gedəcək o pul. Yəni bax bu insanların acığına gələr, gəlib mənim əleyhimə səs verər, gəl mən bu yola getməyim deyən hökumət bu qəddim atmazdı. Amma bu hökumət bunu atır, çox rahatlıqla atır. Çünki seçkilərdə də yenə həmişəki olduğu kimi, son 20 ildə olduğu kimi saxtakarlıq yolu ilə hökumətdə qalacaq və hakimiyyətdə qalmağına əmindir, saxtakarlıq. Amma görürük ki, dünya da dəyişir, dünyada gedən proseslər də dəyişir. Həmişə son seçkilərdə 86-90% səs alan, yəni dırnaq içində səs alan hökumətlər bəzi ölkələrdə heç bir ay çəkmədi ki, çöktülər. Yəni, bunun hamısının səbəbində, kökündə siyasi məsələlərdir. Çox təəssüf ki, iqtisadçı fikrindən daha çox bir siyasi məsələlərə yönətməli məcbur oluruq. Təxminən nə qədər pullar düşünülür büdcədə və nə qədər əhalinin aidiyyatı var bu qaytaran əmanətlərə? Statistika nə qədərdir? Rəsmi rəqəmlər belədir ki, təqribən 2 milyona yaxın insanın əmanətçi var. Amma mən buna inanmıram, açığı. Daha çox ola bilər? Mən buna inanmıram. Xeyr, az ola bilər.
Az ola bilər və 1 milyard manat vəsaitin ayrılacağı haqqında söhbət gedir. Buna da inanmıram. Çünki bunların dediyi kurslarla, mənim yadımdadır ki, hətta 3 il, 5 il bundan öncə bu söhbət əmanətlərin qaytarılması məsələsi qalxanda demişdilər ki, Sovet əmanət kassalarında Azərbaycan vətəndaşlarının 1,6 milyard rubla yaxın pulu olub. İndiki kursla onu hesablayanda bu çox 1 milyard manat etmir. Bunu belə çıxır ki, bunlar birə-bir qaytarırlar. Rəsmi rəqəmlərlə götürür 1,6 milyard rubl olub. Rubla 1 manat. Bəli, belə çıxır 1 milyard rublda pul, 1 milyard manatda indi pul ayrılır. Mən bu rəqəmə də inanmıram. Bunun inanmamağım mənim doğal haqqımdır. Bunun mənə çıxıb izah etmək isə hökumətin borcudur, vəzifəsidir. Çıxsın izah etsin ki, nəyə görə 1 milyard manat pul ayrılır? Hansı səbəblə, hansı kursla hesablanıb bu? Hansı əsaslarla, hansı indikatorlarla hesablanıb? Nə qədər əmanətçi var? Halbuki Azərbaycan bu son verilən fərmanın Maliyyə Nazirliyi tərəfindən verilən açıqlamalarda görsənir ki, məsələn Ermənistandan gələn Azərbaycan və sonradan Azərbaycan vətəndaşlığı qəbul etmiş insanlara bu şamil edilmir. Onların əmanət kitabçaları qaytarılmayacaq. Çünki onlar Ermənistan SSR-in əmanət bankına qoymuşdular pulu. Bax, təqribən 200-300 minə yaxın insan birdən-birə bu əmanətlərin qaytarılması prosesindən kənarda qalır. Sonradan dedilər ki, vaxtilə başqa ölkələrdə əmanətlər qoymuş. Məsələn, Gürcüstan vətəndaşları da var ki, Gürcüstan o SSR-nin əmanət bankına qoymuşlar vəsaiti və son illərdə bir çox 10 minlərlə, bəlkə də 100 minlərlə insan Gürcüstandan Azərbaycana köçüb, əllərində də Gürcüstan SSR-inə qoyduqları əmanət. Onlara da bu əmanətlər şamil olunmur. Azərbaycan vətəndaşlığından çıxan insanlar var. Təqribən rəqəmlərə görə 600-700 min elə son illərdə Rusiya vətəndaşlığını qəbul etmiş Azərbaycanlılar var. Hansıların ki, əlində əmanət kitabçaları var. Onlara da şamil olunmur. Görürük ki, yəni hökumət harda kəsib doğramaq mümkün idisə, bunu verməmək mümkün idisə, bunları gedib. Bax, bu onunla sual yaranır ki, əgər bu qədər azalmalar varsa, bu qədər insanlara bu əmanətlər qaytarılmayacaqsa, bu 1 milyard manat pul hara xərclənəcək? Necə xərclənəcək? Nəyə görə bu summa açıqlanıb, bu məbləğ açıqlanıb? İlk fərman verilən gün sosial şəbəkələrdə iqtisadçı olduğum üçün bir çox insanlar məndən sual verdilər ki, təqribən nə qədər sizcə olar? Mənim təxmini hesablamalarıma görə bu 300 milyon manatdan artıq etmir. Və bu 3 qat artıq pulun hara xərclənəcək, nəyə xərclənəcək, necə xərclənəcək? Çox təəssüf ki, bu da yeni bir korrupsiya mənbəyi olma ehtimalı çox yüksəkdir. Ancaq bir məsələni də qeyd eləmək məncə yerinə düşərdi. Yəni, siz dediniz, mən xatırladım. Hökumət çox fəxrlə bildirir ki, 1992-ci ilə qədər Azərbaycan vətəndaşı olmuş ermənilər həmən vəsaiti ala bilərlər. Mən buna normal baxıram əslində. Bilirsiniz nəyə görə? Çünki mən hətta Dağlıq Qarabağda yaşayan erməniləri də Azərbaycanlı sayıram. Azərbaycan vətəndaşıdır. Bizim ölkəmizin vətəndaşlarıdır. Biz onlara vətəndaş kimi münasibət göstərməliyik. Təbii ki, bizim vətəndaşlıq qanunlarımızı... Çünki bizim namizəddə var xanki. Bəli. Çünki bizim, amma bir şərtlə ki, təbii ki, bizim qanunlarımızı, konstitusiyamızı qəbul etsinlər. Biz onlara təqaüd də verə bilərik, əmək haqqı da verə bilərik, əmanətlərini də qaytara bilərik. Amma heç bir problem yoxdur. Mən şəxsən burada bir problem görmürəm. Amma dediyim kimi, bir çox əhali qruplarını bu fərmanla, bu fərmanın icrasından kənarda qoydular. Daha çox narazılıq yaradıldı. Əlbəttə. Elçin bəy, bəzi şəxslər var ki, bayaq da bu qadız verilişi başlayan zaman ki, dünyasını dəyişiblər, vərəsəlik hüququ necə tanınacaq və ki, ola bilər ki, bu insan vərəsə qoymuyor. Amma bunun tınışqası sənədi qalır. Bunun hüquqi proseduru necə olacaq? Burada bir neçə problem məsələlər çıxacaq və hesab edirəm ki, o problemlərlə çox insanlar rastlaşacaq. Bunlardan ən başlıcası əmanət qoymuş şəxslərin artıq vəfat eləməsi ilə bağlı olacaq. Yəni deyirəm, artıq söhbət 85-ci, 90-cı, 80-ci illərdə qoyulmuş vəsaitlərdən gedir. Bu insanlar ilə o banca qoyduğu müddətdən bu yana 20-25 il keçir və təbii ki, o vaxt orta yaş nəzərə alsaq, üstünə də 20 il gəlsək, bir xeyli insanın həyatdan köçdüyünü düşünmək mümkündür. Belə olan halda məcburi qaydada olaraq, yəni kim ki o vəsaiti əldə etmək istəyir, məcburən məhkəmələrə başvurmalı olacaq və vərəsəlik deməli barədə iddia qaldırmalı olacaq, öz
varisliyin tanıtmalı olacaq məhkəmədə və məhkəmə kimin varisliyin tanısa, yaxud da vəfat edən şəxsin bir neçə varisini tanısa, həmin şəxslər qanunvericiliyimizə uyğun olaraq şəhadətnamə ilə təmin olunur, vərəsəli şəhadətnaməsinə. O şəxslər deməli bank kitabçası ilə birlikdə həmin şəhadətnaməni də təqdim edib vəsaitləri əldə edə biləcəklər. Bundan başqa məncə bir məqam da aydın deyil sadəcə bu gün üçün. Bu da ondan ibarətdir ki, bir çox aradan uzun illər ötdüyünə görə bir çox şəxslər əmək kitabçasını itirmiş ola bilərlər. Qaçqın böyük bir qaçqın ordusu var. Bu şəxslərin əmək kitabçaları qalmış ola bilər itirilmiş rayonlarda. Bu şəxslərlə bağlı sadəcə hökumət biraz aydınlıq gətirməlidir. Əslində bank SSR bankı olduğuna görə, SSR əmanət bankı olduğuna görə burada bir çox sənədləşmələrin yeri müəyyən olunmaya da bilər. Düzdür, hesablamalar aparılarkən, bayaq da Natiq bəy də qeyd elədi, bir neçə il bundan əvvəl də bildirmişdilər ki, artıq o hökumət özü hesablayıb. Belə görünür ki, sənədlər hökumətin də əlində var. Bu insanların, məsələn, qeyd edirəm ki, bank kitabçasını itirmiş şəxslərin hara müraciət etməli olması mütləq aydınlıq gətirilməlidir. Əslində, fərmanın özündə bununla bağlı bir məqam var. O da ondan ibarətdir ki, Maliyyə Nazirliyi, Nazirlər Kabinetinin üzərinə fərmandan irəli gələn addımlar atmaq göstərişi verilir. Bu da çox böyük ehtimal ki, Nazirlər Kabineti əmanətlərin qaytarılma mexanizmin artıq dəqiqləşdirilmiş formada hər hansı bir qərarla qeyd eləyəcək. Yəni, bu iki problem məncə çox bir insanın üzləşəcəyi problem olacaq. Amma yenə də qeyd edirəm ki, vəfat edənlərlə bağlı daha asan olacaq və ümumiyyətlə mən isim veriliş vasitəsilə də insanlara müraciət edərdim ki, əslində sabah yəni artıq əmanətlərin verilməsinə başlanandan sonra kimlər ki bu addımları atacaqlar, müəyyən qədər çətinliklə özləşə bilərlər. Proses belədir ki, uzun müddətli ola bilər, yaxud hər hansı bir əmlakın bölüşdüzdür, məbləğ çox azdır, inanmıram, yəni vətəndaşlar arasında problem yaransın, yəni qalmış məbləğin bölgüsü ilə bağlı. Amma hər halda cəmiyyətdir, problemlər də yarana bilər, yəni bu uzun müddətli bir proses də ola bilər. Ona görə də yəni bugündən artıq addımlar atmağa mən səsləyirəm hər birisi. Bu da bir dənə prosedur qaydaçı ola bilər. Məsələn, o zaman Ermənistandan Azərbaycanda yaşayan kifayət qədər insan var. Hətta deyirlər 400-500 min erməni yaşayır burada. Və Qərbi Azərbaycanlarda Ermənistanda yaşayırlar. O bilən biz o ermənilərin pullarını qaytaraq və Ermənistan da Avropa məhkəməsinə, beynəlxalq məhkəmə və ki, sən də öz vətəndaşların olmuş insanların pullarını qaytar. Həm burada bir siyasi bir dividend qazanır. Həm burada bir başqa bir nüans da var ki, o Qərbi Azərbaycanlara biz vətəndaşlıq vermişik. Əlbəttə, onlar verməyib. Hökumət bir məsələ var, sizin dediyinizlə bağlı. Fərmanda mən bayaq qeyd elədim, şəxsiyyət vəsiqəsi məsələsi də var. Hökumət qeyd edir ki, mən bunu verməli deyiləm. Bəli. Çünki orada şəxsiyyət vəsiqəsi də var. Orada təqdim olunur ki, verilən məbləğlər o vaxt təqdim olunur, qaytarılır ki, Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi və əmanət kitabçası ilə insanlar müraciət edirlər. Təbii ki, buradan köçən ermənilərin Azərbaycan vətəndaşlığı da yoxdur, şəxsiyyət vəsiqəsi də yoxdur. Və burada fərmanla müəyyən bu söz oyunu ilə onları fərmandan kənarda qoyub, mən elə gəlir ki. Sonradan isə bu buradan Bakıdan və yaxud da Azərbaycanın digər regionlarından, şəhərlərindən köçən ermənilər Avropa məhkəməsi vasitəsilə hər hansı bir qərar ala bilsələr, çox güman ki, prosedur o vaxt başlayacaq. Amma mən şəxsən buna böyük ehtimal vermirəm, çünki artıq 20 ildir bu münaqişə də davam edir və buradan köçən insanların Bakıdan tərk etməsindən də kifayət qədər böyük vaxt keçib. Bu günəcən mən eşitməmişəm şəxsən ki, belə bir addımlar atılsın və müəyyən işlər qaldırılsın. Şəxsən mən eşitməmişəm, ola bilər ki, olsun. Burada bir məsələ var, buna qeyd eləmək hesab edirəm ki, vacibdir. Biz burada stimullaşdırıcı bir şey yoxdur. Əlbəttə, o da var. Erməni vətəndaşı deyək ki, 10 min rubl pul qoyub. Əslində, belə götürəndə daha çox 2 min, 10 min arasında olan məbləğlər səhv eləmirəm. Yəni 10 mindən çox nadir hallarda var. Və erməni vətəndaşı 10 min rubl qoyubsa, ona 1000 manat pul düşəcəksə, onun elə məhkəmə xərcləri, vəkil xərcləri, heç o məbləği, bəli, o məbləği ödəmir. Deyərdim ki, heç bəlkə Azərbaycan vətəndaşlarının da bir çoxu kiçik məbləğ qoyanlar o çətinliklərə görə, o verilən məbləğin çox cüzi olmasına görə bəlkə də... Burada həm də Qərbi Azərbaycanlılara böyük bir yük düşür ki, 2 qat zərbə var
Çünki bunlar deportasiya olunmuş bir vətəndaşlarımız, soydaşlarımızdır. Bunların həm də sənədləri qalıb burada. Mən Qərb Azərbaycanın bir nümayəndələr Əvəz Qurbanlı səhv etmirəmsə, tədqiqatçıdır. Demişdi ki, 98-ci ildə o zaman Ermənistanda olan bütün soydaşlarımızın sənədləri ləğv edilir. Hətta bizim də Qaçınkomun sədri olub belə bir şey. Seçkilərlə bağlı idi o da. 98-ci il prezident seçkilərində o həmin oradan köçən insanların səs vermədə iştirak etməyini təmin etmək üçün və o vaxtda bilinirdi ki, o kimə səs verəcək. Vətəndaşlıq haqqında qanunda da bu məsələ öz əksini tapıb. 92-ci ilə qədər Azərbaycana gəlmiş başqa ölkələrdən əsas da Ermənistan nəzərdə tutulur. Ermənistandan Azərbaycana gəlmiş şəxslər hamısı bu ölkənin vətəndaşı hesab olunur. Başqa mövzudur, amma həqiqətən də çox bir yanlış addım idi. Çünki ən azı biz əlbəttə Ermənistana bu günəcən də məsələn gələcəkdə Qarabağ münaqişəsi həll olduqdan sonra belə biz bunun altını çəkəcəyik. Mən əminəm ki, bu münaqişə həll olduqdan sonra Ermənistan tərəfi ciddi iddialarla bununla bağlı. Çünki mən bildiyimə görə Ermənistana köçən, məhz Ermənistana köçən, başqa ölkələri nəzərdə tutmuram, Bakıdan köçən erməni vətəndaşlarına hələ də vətəndaşlıq verməyiblər və yaxud da vətəndaşlıq verilərkən orada onların Azərbaycandan deportasiya olunması bir hüquqi akt kimi qeyd olunub ki, gələcəkdə bundan istifadə etsinlər. Çox güman ki, istifadə edilir. Qərb Azərbaycanlıların vəsiqələrinə yazılsın, hansı rayondan gəlmiş, şəhər və kəndlər yazılsın. Doğuş yeri yazılır. Doğum yeri yazılır, amma bu çox ciddi bir arqument deyil. Çünki insanların sərbəst gəzmə hüququ da var. Yəni buna bir arqument kimi gətirib səhərsi gün hər hansı bir nəticə əldə etmək çətindir. Amma dediyiniz kimi bu tamamilə bir böyük bir mövzudur və ayrı bir tədqiqat mövzusudur. Çox əslində çox dəyərli bir məsələlərə diqqət yetirirsiniz. Sadəcə problem ondadır ki, əsas yəni hökumət istəyəndən sonra, bir şey istəyəndən sonra, vətəndaşın qayğısını çəkəndən sonra, vətəndaşa doğrudan bir faydası toxunmasını istəyəndən sonra hər bir şey eləmək mümkündür. Amma bu gün reallıq bundan ibarətdir ki, bütün atılan addımlar, yəni insanların daha çox mənfəəti üçün deyil, amma başqa məqsədlər üçün. Mediada da və verilişdə də görürük ki, kifayət qədər ciddi problemlər var. Hətta keçən dəfə tədbirlərin birində Rəsm Hərəkatının həmsədri İlqar Məmmədov belə bir təklif verdi ki, bir işçi qrupu yaradalın, ekspertlərdən ibarət. Hətta bu işçi qrupu prezident yanında Qeydiyyat Dəstək Şurasına da layihə kimi verə bilər bu işçi qrupu. Maliyyə ayıra bilər, bir tədqiqat apara bilərik ki, yanlışlıq nədir, müsbət cəhət nədir və ictimaiyyətə verə bilərik. Məsələn, bir qrupda dedi ki, boykota çağıraq insanlara, almasınlar. Bu məncə yol deyil, boykota çağırmaq yol deyil. Çünki insanların özünün şəxsi əmanətinin haqqında sənin qıraqdan qərar verməyin məntiqsizlikdir məncə. İnsanların özü qərar verəcək. Və ki, mən də dediyi kimi, bəzən də insanlar məsələn 1500-ə qədər rublə yaxın olanı 200 manata yaxın pul eləyir. Bəlkə də o 1500 kitabçası olan insan o 200 manata görə hansısa notariusa gedib kağız almağı, hansısa vərəsəlik hüququnun çıxardılması, məhkəməyə müraciət edilməsi, bütün bu prosedurları keçməmək xatirinə o 200 manatdan imtina eləyəcək ki, bir restoranda oturub bir dəfə yeyib içmişəm. İnflyasiyada 200 manat o qədər dəyərsiz. Bəli, yəni o qədər dəyərsiz bir məbləğdir ki, bundan ötürü bir çox insanlar, bəzi insanlar əlbəttə heç bunun arxasınca getməyəcəklər. Boykot burada məncə çıxış yolu deyil. İlqar bəyin təklifinə görə də çox maraqlı təklifdir, amma bir məsələ var ki, bunu biz ictimaiyyət üçün açıqlaya bilərik. İctimaiyyət bundan xəbərdar ola bilər, amma mən inanmıram ki, bu hökumətin hər hansı bir qərarının dəyişməsinə xidmət edər. Dediyim kimi, hökumətlə xalq, cəmiyyət arasında çox ciddi uçurum var. Onların inamsızlıqdan əlavə uçurum, asıllıq yoxdur, bağlılıq yoxdur. Paralel dünyalarda fəaliyyət göstərən iki müstəvidir elə bil ki, o bağlılığı tam aradan qaldırıb hökumət və bu çox ciddi problemdir və gələcəkdə bu hökumət üçün ən ciddi problem olacaq və mən inanmıram ki, bu tipli sistemlər, qapalı sistemlər, iqtisadiyyatı qapadaraq, siyasəti qapadaraq, cəmiyyətlə, insanlarla, vətəndaşlarla əlaqəni kəsərək, seçki yolu ilə normal dəyişikliklərə getmə yolunu kəsərək yaşamağa çalışan sistemlər çox uzun sürə bilməz və çox uzun sürədə ayaqda qala bilməz. Bu aksiomadır məncə. Məsələn, amma bir hüquqi həlli variantı var. Mən onu istəyirəm qeyd edeyim. Əslində, dövlət, hakimiyyət qeyd eləsə də ki, mən bunu öhdəliyim yoxdur, bunu vətəndaşa qaytarmaq. Əslində, tamamilə yanlışdır. Çünki bunu hər halda Natiq bəy də çox gözəl bilir. SSR vaxtı
bir çox məsələlər ümumi ittifaq səviyyəsində həll olunurdu. Yəni hər bir ölkə özü xüsusi bankla bağlı normativləri olmurdu. Bir ümumi ittifaq normativ olurdu və bütün respublikalar onu tətbiq edirdi. Və burada 1991-ci il 18 oktyabrında qəbul olunmuş müstəqillik aktına diqqət yetirmək lazımdır. Orada müstəqillik aktında açıq şəkildə bəyan olunur ki, Azərbaycan Respublikası Azərbaycan SSR-in hüquqi varisidir. Azərbaycan Respublikasında SSR-dən qalma nə əmlak varsa, hamısı çəkir Azərbaycan Respublikasına, nə öhdəliklər də varsa, onu daşıyır Azərbaycan Respublikası. Sadəcə burada mən ümumiyyətlə düşünürəm ki, əhali daha yaxşı olar ki, vəsaitlər alındıqdan sonra məbləğlər yəni onu götürməmək, onu bankda saxlamaq, belə deyə onun qarantiyası yoxdur ki, o pul qayıdacaq dövlətin büdcəsinə. Çox ciddi problemdir ki, yəni şəffaflıq məsələsi olmayacaq bu məsələ burada. Ona görə də verilmiş fərmanın şəxsi mülkiyyət hüququnun pozması ilə bağlı Konstitusiya Məhkəməsinə hər bir bank kitabçası olan şəxsin hüququ var ki, Prezidentin fərmanı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət eləsin. Çünki burada ən başlıca məqamlardan biri ondan ibarətdir ki, qoyulmuş pulların faizləri verilmir. Belə çıxır ki, mən dövlətə güzəşt eləyirəm. 20 il müddətinə bunu tələb eləmirəm. Ona görə ki, dövlət özü də etiraf eləyir ki, dəfələrlə var, yəni bunu axtarıb tapmaq da mümkündür. Bəyanatlar səviyyəsində, fikirlər səviyyəsində qeyd edir ki, hələ ki Azərbaycanın büdcəsi onu qaytarmaq gücündə deyil. Buna görə mən güzəşt eləyirəm dövlətə, amma bir gün dövlət o vəsaiti mənə geri qaytarmaq gücü tapanda özündə, mənə o hansı ki bir uzun müddət mən onu tələb eləmədim, o da onu mənə vermədi və gücü tapanda artıq o pulun kötüyünü qaytarır mənə. Pulun faizləri qaytarılmır mənə. Yəni bu da hesab eləmək çox ciddi bir problemdir və hər kəsin hüquq yaradır ki, fərmanda göstərilənlərin onun mülkiyyət hüququnu pozduğun iddia edib Konstitusiya Məhkəməsinə müraciət eləsin. Ən azı bu 20 ildə bu pula kifayət qədər faizlər Dediyim kimi də Pribaltika da məsələn çox gözəl bir mexanizm quruldu. Hazır mexanizmdir. Yəni onu götürüb şamil etmək olur. Qazaxıstan müəyyən mənada yararlandı o mexanizmdən. Hətta Rusiya ilə Ukraynanın özü də müəyyən mənada yararlandılar, dediyim kimi tam olmasa da. Amma çox gözəl bir model qurmuşdular, amma orada da tez qaytarılmağı çox vacib, önəmli məsələdir. Pribaltika ölkələrində əmanətlər çox tez qaytarıldı. Təqribən 95-ci ilə qədər artıq əmanətlər qaytarılmışdı. Yəni orada ciddi faiz də faiz yığılmamışdı. Amma bir şey var ki, 92-ci SSR dağılan müddətə qədər olan faizlər hesablanıb qaytarıldı əhaliyə. Yəni SSR-nin hüquqi varisi olmadığına görə, Pribaltika Respublikaları özlərini işğal olunmuş ölkələr saydığına görə SSR tərəfindən vaxtilə və o işğal faktına görə nəzərə alaraq o hüquqi varisliyindən imtina elədilər və düz də elədilər, mənə elə gəlir ki. Amma öz vətəndaşları qarşısında olan öhdəlikləri nəzərə alaraq həm əmanətləri tez qaytardılar, 3 illik bir mexanizmlə qaytardılar və 95-ci ilə qədər tamamilə bu pullar qaytarılıb qutarmışdı. Həm də 91-ci il SSR-nin dağılma aktına qədər, yəni o SSR-nin ləğv olunma aktına qədər olan müddətdə olan bütün faizləri hesablayaraq əhaliyə qaytardılar. Burada bir şey də maraqlı məsələ var. Mən şəxsən bir iqtisadçı kimi başa düşürəm ki, indiki qapalı sistemdə və rəqabətsiz mühitdə insanlara lap birə-bir də qaytarılsa, Azərbaycanda çox ciddi bir qiymət artımına gətirib çıxardacaq. Çox ciddi qiymət artımına. Bu qapalı sistemdən gedir söhbət. Söhbət normal liberal iqtisadiyyatı və uzun müddətli yayılmaqla qaytarılmaqdan getsə, əlbəttə ki, bu fəsadların qarşısını almaq olar. Söhbət burada ondan da gedir ki, Azərbaycan hökuməti heç olmasa onu düşünməli idi ki, əgər başqa ölkələri misal çəkirsə ki, başqa ölkələrlə hətta onlardan biraz da yaxşı biz bu pulları qaytarırıq. Birincisi, gec qaytardılar, bunu nəzər almalıydılar. İkincisi isə Azərbaycanın neft gəlirlərinin paylanılmasında çox ciddi disbalans var. Azərbaycan neft gəlirlərindən istifadədə çox ciddi disbalans var. Və Azərbaycan hökuməti heç olmasa vətəndaşlara bu neft gəlirlərindən müəyyən mənada pay olsun deyə bu mexanizmdən istifadə edərək daha məntiqli, daha normal şərtlərlə bu vəsaitləri qaytarmalı idi məncə. Bu çox ciddi arqumentdir. Çünki Azərbaycan hökuməti bu günə qədər həmişə qeyd edir ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan çox böyük vəsaitləri var və
doğrudan da bugünkü günə 42 milyard dollara yaxın qızıl valyuta ehtiyatı var Azərbaycanın. Və yaxşı bu varsa və bu günə qədər də sən bu qədər güclü iqtisadiyyata malik olmağı deyirsənsə və bunun da mənbəyi neft və qaz gəlirləridir ki, hansı ki ölkədə olan bütün resurslar da xalqa məxsusdur. Heç olmasa bu əmanətlərin qaytarılma mexanizmləri vasitəsilə neft fondundan, neft pullarından müəyyən mənada yaxşı faizlə, yaxşı gəlir dəyişmə kursu ilə bu əmanətləri qaytarmaq olardı. Yenə deyirəm, yəni bunu pul şəklində də etməmək olardı. Bunu tamamilə başqa formalarda etmək olardı. Sizin deyən variantla hətta vətəndaşın iqtisadiyyatda birbaşa iştirakını təmin eləmək olardı. Yəni səhəmə bu səhmlərə verməklə iqtisadiyyatı çox ciddi canlandırardı. Həm də indi bir məsələ var. Tutaq ki, vətəndaş bu gün apardı, əmanət kitabçasını təqdim elədi, 1000 manatdan aldı, apardı. Bir aya xərclədi getdi. Əlbəttə bir televizor alacaq və yaxud da bir evinə bir əşya alacaq. Səhəmə çevirmək isə onun daimi bəlkə də ömür boyu gəlir əldə eləməsi. Həm də ondan əlavə iqtisadiyyatla maraq yarancaydı vətəndaşda və daha rəqabətə dözümlü şirkətlərin səhmlərinə pul qoymaq istəyəcəkdi ki, o səhmlər də birjalarda qiyməti qalxsın. Bugün 1 manata aldığı səhmi, məsələn, bugün 1 manata aldığı səhmi, o səhmin qiyməti qalxdıqda sabah 10 manata sataraq daha artıq qazana bilərdi. Yəni, insanlar iqtisadiyyatın canlanmasında yaxından iştirak edə bilərdi. Bunun üçün isə dediyim kimi, tək bu şəkildə qaytarılmaq azdır. Buna paralel olaraq ciddi islahatlar apararaq ölkədə liberal, normal iqtisadi modelin qurulmasına, rəqabətə əsaslanan modelin qurulmasına ehtiyac var. Mən elə yekun olaraq bir şey qeyd eləmək istəyirəm ki, yəni bayaq siz də qeyd elədiniz. Əslində hökumətin marağı olandan sonra istənilən formada bunu həyata keçirmək, hətta çox belə ağla gəlməyən gözəl formalarda həyata keçirmək mümkün olardı. Sadəcə bir halda ki, hökumətin istəyi yoxdur və bunu belə deyək, artıq problemin üstündən xətt çəkmək xatirinə bunu həyata keçirirsə, yəni təbii ki, o həm iqtisadiyyatda vətəndaşın iştirakı, həm digər yəni özəlliklər nəzərə alınmayacaq. Belə də olası. Bəs son olaraq bir qısa, yəni çıxış yolu nədir? Belə bir məsləhət kimi izləyicilərimizə nə edə bilərlər? Hansı yola tapırlar? Artıq bu fərman verilib və bunun da Məsələn, Avropa məhkəməsinə verə bilərlərmi bir vətəndaş olaraq? Yəni ciddi bir etiraz edə bilərlər. Ondan bayaq qeyd elədim. Yəni hər bir əlində əmək kitabçası olan, üzr istəyirəm, bank kitabçası olan hər bir şəxs prezidentin fərmanının 1991-ci il 18 oktyabr deməli konstitusiya qanununa ziddi, ona uyğun olmaması ilə bağlı, həmçinin konstitusiyada bizdə nəzərdə tutulur ki, dövlət öz vətəndaşının sosial vəziyyətini yaxşılaşdıran addımlar atmalıdır. Bu dövlətin öhdəliyidir. Sadəcə dövlət vətəndaşların bu fərmanla hesab edirəm ki, bankda əmanatı olan hər kəsin mülkiyyət hüququnu kobud şəkildə pozub və ona görə də hər kəs bu fərmanın qanunsuzluğu ilə bağlı, konstitusiya ziddiyi ilə bağlı müraciət eləməlidir Konstitusiya məhkəməsinə və bundan sonra Avropa məhkəməsinə. Yəni prosedur qaydasına Avropa məhkəməsi sadəcə bu çox uzun müddətli bir proses olacaq. Ona görə mən hüquqi tərəflərə çox gözəl qeyd edəcəyəm. Mən vətəndaş mövqeyini mən deyərdim. Azərbaycan vətəndaşları, mən razıyam ki, bu fərman daha çox tərs təpki doğuracaq və doğurur da. Bugün də doğurur, sabah da doğuracaq. Çünki insanlar daha fərqli gözləntilər var idi. Daha fərqli gözləntilər yaranmışdı insanlarda və bu gözləntilər birdən-birə çökdü. Və buna etiraz əlaməti olaraq ölkədə təbii seçkilər gəlir. Seçkilərdə bunun etirazını bildirsinlər. Seçkilər yolu öz səsinin bu fərmana etiraz olaraq fərmanın imzalayan şəxsə verməməklə etirazını bildirə bilərlər. Və bu vətəndaş kimi belə bir etiraz növünü seçməyə məsləhət görürəm. Onu da özünüz biraz əvvəl qeyd elədiniz ki, seçki də amma çox başa düşürəm, amma kütləvi şəkildə iştirak da olsa, insanların seçkiyə getmə prosesi də olsa, sonra verdiyi səsin arxasında durma prosesi də olsa və onda mənə inanıram ki, hər bir şey vətəndaşın ictimai aktivliyinə müşahidə olunmalı. O onunla müşahidə olunmayacaqsa, heç bir faydası da olmayacaq. Təşəkkür edirəm hər birinizə verilişimizə iştirak etdiyiniz üçün. Sağ olun. Əzizləyicilər, siz Azərbaycan ilk internet televiziyalarının kanalı üçün canlı yayımında açıq sual verilişini izlərdiniz. Qonaqlarım hüquqşünas Elçin Namazov, Resqos Alternativ Hərəkatının həm təsisçisi, iqtisadçı Natiq Cəfərlidir. Bu dahaki verilişimizdə isə SSR banklarında qalan əmanətlərin qaytarılması və suni yaradılan problemləri müzakirə etdik. Sizlər isə hər həftənin 5-ci günü
axşam saat 7-də açıq sual verilişini izləməyi unutmayın. Azad, demokratik ölkədə yaşamaq arzusu ilə. Sağ olun, gələn görüşlərə qədər.